Salamlar. Necəsən? Düşünürəm ki, hal-hazırda hər şey yaxşıdır, ya da pisdir, ya da necədirsə. Sən bura gəlib çıxmısan. Amma mən biraz baxmaq istəyirəm ki, sən nələr dəyişdirmək istədin? Sən niyə burdasan? Ümumiyyətlə, sən niyə fırlanırsan bu inkişaf söhbətlərinin içində? Bu fırlandığın qədərini də eləyirsənmi? Yoxsa sadəcə baxıb keçirsənmi? Bu qədər texnikalardan istifadə eləyirsənmi? Eşidirsən və nələrlə məşğulsan? Özün nə qədər eşidirsən? Özünlə nə qədər qala bilirsən? Gəl bu bir qız-qıza söhbət olsun, hə? Çayını, dəftər qələminə al, gəl otur burada. Birlikdə biraz müzakirə eləyək. Mən də səndən danışacağım şeylər gəldi içimdən. Açıb belə düz qoş elədim. Daha rahat oturmuşam. Sən də rahat ol. Gözləntilərimizi endirək bir-birimizdən. Elə biz qadınlar olaraq bir-birimizdən olan gözləntilərimiz, bir-birimizə olan fikirlərimiz əslində bir tərəflərimizə olan fikirlərimizdir. Gördüyün, eşitdiyin, haqqında duyduğun bütün qadınlar sənin bir tərəflərindir, sənin parçalarındır. O da sənin bir hissəndir. Biz hamımız birləşəndə bir bütün oluruq. Bunlar sözdə çox romantik səslənir, hə? Amma bir qadını yargılamaq nə qədər asandır. Bu yayımda kişiləri yoxdur yəqin ki. Məncə çox da dayanamazlar. O bir video var idi. Şimdi erkekler çıksın, kız-kıza konuşacağız. Makyaj konuşacağız. Gərək arada makyaj videolarının içində danışım belə söhbətləri. Yaxşı. Gəl istəyirəm biraz baxaq görək biz elə bir-birimizə fikirlərimiz necədir. Elə kişiləri qoyaq qırağa. Biz elə özümüz başqa qadın görəndə necə fikirləşirik? Arzularımızda, qurduğumuz xəyallarımızda çatmaq istədiyimiz o qadın obrazı. Ən qəşəng halımız. O halımızda o bənzəyən birilərini real həyatda görəndə necə təpki veririk? Görürsən deyirik, bəxtəvərə bax. Yoxsa deyirik, 100% bunu kimsə saxlayır. Yoxsa deyirik, buna bax, bu da iş güc görmür, necə cavan qalıb. Yoxsa deyirik ki, nə gözəllik ayqısı, 100% estetikdir. Yoxsa deyirik ki, az nə danışırsan, o bilirsən kim idi əvvəl. Görəsən birilərini keçmişinlə yargılayırıq. Görəsən birilərini çirkinliyi ilə yargılayırıq. Görəsən birilərini pulsuzluğu ilə yargılayırıq. Görəsən birilərini ayqısı özü qazanmır, onun əri yaxşı baxırla yargılayırıq. Görəsən ümumiyyətlə biz qadınları yargılayırıq. Görəsən cəmiyyətin bizlə bir dərdi var, yoxsa elə bizim dərdimiz bir-birimizdəndir. Görəsən sən bu videonu bura qədər izləyə bilmirsən, yoxsa indi açdın dedin ki, əş ona bax, rahat-rahat ayağında sallayıb oturub orada egosundan cırılır, neynirəm bunu. Görəsən belə fikirləşdin. Görəsən mənim videolarıma baxanda fikirləşsən ki, əşi görəsən bu nə deyir? Ya yoxsa deyirsən, qadınların həyatına toxunmağa çalışan bir adam. Mənə baxanda nə görürsən? Bəs bilirsən o gördüyün şey özünsən? Mən də sənə baxanda özümü görürəm. Sənə, başqa qadınlara. Güya başqa nə görə bilərik ki? Güya hekayəmizdə öz zehnimizin içindəki qarqaşadan başqa nə var ki? Arada fikirləşirəm ki, bütün qadınlar hamısı bir yerə toplansa necə olar? Gəl bugün biraz baxaq, biz qadınların həyatında nələr var? Kimlər var? Niyə var? Biraz daha fərqindəlikli yanaşaq. Görürsən biriləri həqiqətən bizlə dalaşır, yoxsa biz dava çıxardırıq? Görürsən bəlkə xaosla bəslənən bir tərəfimiz var, onu qəbul eləmədikcə həyatımızda xaos artır. Bir dəfə bir kitabda bir şey oxumuşdum. Həyatımda qınadığım tip qadınlar var idi həmin dönəmdə. Və çevrəmdəki insanlar da deyirdi ki, daha düzə uzaq çevrəmdə, çerez çevrəmdə deyirdilər ki, bu qəşəngdir, amma elə bil ki, nəsə bu qızda mənə yapışmır. Sonra bir müddətdə bunları kişilərdən eşitməyə başladım. Dedilər ki, bəs belədir. Ay nə bilim cazibəsi belə elə, indi onlar elə görüblər, nə tərsi olub. Bəs amma mən bu qızdan xoşum gəlir. Bir müddət belə cümlələr gəlirdi qulağıma bəylər tərəfindən. Mən bu qızdan xoşum gəlir, amma elə bil ki, nəsə o deyil. Bir dəfə də bu nəsə o deyil deyən bir oğlanla dostumun, rəfiqəmin dostudur o oğlan. Necəsə oldu, bir söhbətimiz alması oldu və mən oğlana soruşdum ki, sən indi sevgilin var, hə? Dedi ki, hə. Dedim, sənin o vaxtda məndən xoşun gəlirdi.
güldü. Dedi ki, hə, amma bir qəribə tərəfin var idi, mən tutanmırdım. Mən biraz onu sorğulamağa başladım ki, bəs mən denəndə mən özümdə yoxlamaq istəyirəm görüm nədən sonra dəyişib filan. Dedi ki, sanki əvvəllər baxışında bir narahatlıq var idi. İndi daha rahat baxırsan. O mənə şapalaq dəydi desəm yeridir. O oğlandan heç bir əlaqəm yoxkən o məndəki bu qədər dəyişikliyi görmüşdü. Amma mən bunu görməmişdim. Adam məni bir dəfə illər öncə görüb, bir də bir il bundan əvvəl. Təsəvvür eləyə bilirsiniz, o aradakı fərqi bu adam anında tutub. O nə idi bilirsiniz? O başqa qadınlara qarşı fikirlərim idi. Mən fikirləşirdim ki, çox kişi tərəfindən bəyənilən qadın pisdir. Dedim, yəqin o nəsə eləyir. O qədər qəribə düşüncələr yer etmişdilər ki, beynimə. O qədər yanımda demişdilər ki, kimsə ərinlə yaxşı yola gedirsə, o 100% özündən keçir. Mənim beynimdə sağlam ailə reallığı heç yox idi. Bilirsən, bunu indi niyə danışıram? Səndə də belədirsə, yolun sürətlənsin deyə. İllər itirməyəsən deyə. Mən illərlə fikirləşdim ki, xoşbəxt olan qadınlar 100% nədənsə keçiblər. Yəni özlərində nədənsə. Bir nevi özlərinə xəyanət ediblər. Burada söhbət kompromisə getməkdən getmir. Münasibətlərdə kompromisə getmək çox normaldır. Adekvat formada, suyunu çıxartmamaq şərtindən. Amma məni inandırmışdılar ki, əgər bir qadın kişi və kişilər tərəfindən sevilir, bəyənilirsə, o 100% özündən keçir. O 100% bir kişi üçün dəyişir. Saçlarım bir dəfə qoymaz da biz normal dərs keçək. Nəysə, canım saçım. İyi ki varsın. Burada asimetrik saç moduna qayıtmışam. Bir müddətdə belə takılım. Təzdən qayıtacağım o sərgəl saçlarımı. İndi istəyirəm biraz buna baxaq. Görək, nə görürük? Görək, sən qadınlara qarşı nə fikirləşirsən? İndi bax gör, sən xoşbəxt, sevilən, özünü istədiyi formada göstərə bilən, özü olmaqdan çəkinməyən, partnyoru tərəfindən əl üstünə tutulan, ailəsi tərəfindən sevilən qadınlara qarşı nə düşünürsən? Demirəm, onlara paxıllıq, kin hiss eləyirsənmi? Bu da müzakirə mövzusu ola bilər. Bunu da bir yerdə qeyd elə. Amma indi xüsusən bax gör, sən nə hiss eləyirsən? Əşə, bu mümkündür, o 100% yalan danışır. Yoxsa 100% cadu eləyib. Yoxsa görəsən nə? Sən orada nə düşünürsən? Mənim sualım budur. Dərdlərim açıldı, bax, yenə. Bir şey də danışacağım. Qızlar dava çıxartmaq kimi olmasın. Amma elə bil arada bir-birimizə qıcıq oluruq, hə? Elə bir arada deyirik ki, ay, bunun da bu hərəkət mənim əsəbimi pozdu. Görəsən niyə? Elə bil özümüzdə bir tərəfdən qaçırıq deyə, hə? Elə bil özümüzdə bir tərəf sanki bizdə heç yoxmuş kimi davranırıq deyə, hə? Əslində bütün tərəflərimiz var və bu çox normaldır. Nəyə harda istifadə elədiyimizə biz qərar veririk. İndi istəyirəm sən özündə buna baxasan. Sənin hansı tərəflərin var? Hansı tərəflərin yoxdur? O yoxdur dediyin tərəflərlə bir üzləşəsən. Bu haqda geniş-geniş, uzun-uzun danışa bilərik. Əslində düşündüyümüzdən daha dərin və daha qəşəng mövzudur. Bəlkə irəli zamanlarda bu haqda daha gözəl mövzularımız da olacaq. Yer gəlmişkən bizim may ayının sonunda 2 günlük 12 saatlıq, telefonum özünü tulladı. 12 saatlıq tanrıça proqramımız var. Şəhərdən kənar bir oteldə. Qəşəng təlimizi keçib sonra birlikdə dincələcəyik. Əgər sənə də maraqlıdırsa, komandamıza yaza bilərsən, əlaqə saxlaya bilərsən bizdən. Və orada daha çox biz işləyəcəyik bu problemləri açmağı, düşüncələrimizlə işləməyi, bədənimizlə işləməyi və çox özəl texnikalarımız var, gözəl praktikalarımız var. Nəysə, bura proqram haqqında bilgiyə yığışmamışıq. Bunu Instagramda filan yəqin ki paylaşaram. Mən sadəcə istəyirəm biraz daha bağlantı quraq özümüzdən. İşidək. Görək içimizdəki səs nə deyir. Görək biz həqiqətən özümüzə qarşı nə düşünürük. Biz qadınlara qarşı nə düşünürük. Biz qadınlığa qarşı nə düşünürük. Kişilər, cəmaət, o, bu, hamını çıxaraq özümüz başqa qadınlara nə düşünürük. Arzularımızı yaşayan qadınları görəndə nə hiss eləyirik. Hər şey düşündüyündən daha yaxşı olacaq.
Vedmaya oxşayıram. Saça bax. Hər şey düşündüyündən daha yaxşıdır və daha yaxşı olacaq. Və mən sənə inanıram. Sən bilmirəm. Mən sənə çox inanıram. O qədər əminəm ki, bu video bura qədər izləyə bilmirsənsə, səndə bir lampalar yanıbsa, səndə 100% bir şeylər dəyişəcək. O qədər içdən hiss eləyirəm ki, bunu çözəcəyini. Və o qədər əminəm ki, bir gün özünü eşidib kocaman sarıla biləcəyini. Və indi mən sənə sarılır, öpür. Bol-bol sevgi diləyirəm. Özünə çox yaxşı bax. Səni çox sevirəm. Neçə gözəl günlərdə görüşənədək. Hələlik. Üzümü niyə bulanıq göstərir bu? Öyrənmədim də mən kamera ilə işləməyi. Nəysə. Rəylərdə görüşərik yaxşı. YouTuberlar demiş. Like eləməyi və abunə olmağı unutmayın. Rəyləriniz də məni qaza gətirir. Siz daha çox yazılsa daha çox çəkmək istəyirəm. Əvvəllər YouTuberlar belə deyəndə deyirdim yəqin ki, bu belə lürkü rəy çox gəlsin. Yox əşi. O rəylər gələndə adam havalara girir. Deyirsən ki, bu mövzunu gedib danışaram, görüm YouTube'dakı dostlar nə deyəcək. İşte böyleyiz. Bizə də maraqlıdır da. Elə bilirsiniz ki, kimsə həyatında bir şeyləri həll eləyibsə, artıq ona heç kimin fikri maraqlı deyil. Yox, maraqlıdır. Maraqlıdır görüm nə qədər faydalı oluram. Maraqlıdır görüm sizə hansı mövzular maraqlıdır. İstəyirəm görüm necə daha dəyərli söhbətlər eləyə bilərik. Sən sevirəm. Özünə çox yaxşı bax. Hələlik. Hayır aşkım sən qapıda döndü. 5 saat sağollaşıram. Getdim. Bay bay.